Bu isə danışmaq istəyirəm Şatlan qonağımı içəri şəhərdə qəşəng panoramalı hansı restorana apardım. Gəlin birinci başlayaq bəyənmədiyim şeylərdən. Bu tip restoranlara daha çox xaricilər gedir deyənə. İstəyərdim ki, burada zeytunlar, misal üçün banka zeytun yox, təmiz Bakı zeytunu təqdim olsun. Yeməklərin dadına gələndə lülə kebab çox arıq olsa da dadı yaxşı idi. Yəni ki, kebabdan başı çıxmayan xariciyə dadını bəyəndirmək olar. Tikə kebabı idi, tərəvəzlər idi, salatlar idi, əla idi. Bundan əlavə can əti ilə belə turşulu yemək götürmüşdük. Bu da xaricilər üçün yenilik idi və dadını dəhşət bəyəndilər. Əti də yumşaq idi. Ümumilikdə bəyəndim. Xarici qonağımız varsa gətirmək üçün ideal məkandır. Bundan əlavə hər axşam canlı pianino musiqisi olur.